Mamet görürsən məni, Mamet. 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 Həkim. Haccan. Sən həkimsən, rədd ol o yana. Misal həkim, sən başıma dönərəm mən. Gəl qardaş, gəl məni bu zülümdən qutar da. Siz narahat olmayın, Mehman bəy. Mən indi iki həkim bir yerdə birləşib, bu xəstəni sağaldaq, siz də baxın. Xahiş edirəm. Pəncərədən sən, Mamet otur, Mamet otur. Buyurun danış. Buyurun danış. Nə edirsən, bir də onu sağaldım, mən sizi bir də salmayın da. Nə yaxşı, burada başqa həkim var. Salam doktor. Salam, çox sağ olun. Mən birinci dəfə gələndə xəstəni gördüm ki, elə bil mələməmiş quzudur. Biraz tok vurmuşdu deyə bədəninin müəyyən hissələri qaralmışdı, amma ətindən istifadə eləmək olar. Mən şəxsən baxdım ki, onun antrikotu var ha. O antrikotu vur, şişət çək bədənə ye, dağıt geçsin. Hələ. Nə vaxt kəsə bilərik? İstəyirsiniz bunu, nə bilim, sümüksüz, sümüklü, can əti, bel əti, quyruq, orası, burası, nə istəsəz ayrı bilərəm. Əla, sən bir dənə bunu dolmalıq düzət, mən seyir. Bura gəl, kişi. Sən nətər həkimsən, hə? Ağzıma gələni danışsan, hə? Biabır edirsən, hə, həkimləri. Əl vütsək, hə? Əl vurdum mən sənə. Ağzımın danışığım bile, mən Sokratan düşmüşəm. O, Hipokratdır. Yoxşu. Bənə. Mən də deyiləm, mənim niyə heç bir müalicəm tutmuyor, mən səhv yalan düşmüşəm.